Xəyalımızdakı insana necə çata bilərik? Əgər bu gün özünüzlə bağlı bir xəyalınız varsa, elə indi bu an onu düşünməyinizi istəyirəm. Həmin o xəyalındakı sən necə görsənirsən? Üzün, gözün, bədən quruluşun, qamətin necə görsənir? Özünü və çatdığın o halı beynində canlandır. Həmin an nə geyinmisən? Ətrafında kimlər var? Nələr edirsən? Və yaxud da xəyalına çatmış sən günün bir saatını necə keçirir? Və yaxud da rutini nədir? Kimlərlə zaman keçirir? Haralara gedir? Hansı zaman dilimində xoşbəxtdir, sevinclidir və hansı duyğuları yaşayır? Özgüvənlidirmi? Sevgi doludurmu? Özü ilə tam və bütün hiss edirmi? Və illərdir arzuladığı o hala çatdığın zaman başqaları ilə necə davranırsan? Özünlə necə davranırsan? Özünü maddi və mənəvi olaraq tam şəkildə xəyal et və arzuna çatmış sənin səhərdən axşama qədər keçirəcəyin günü zehnində canlandır. Səhər necə oyanırsan, necə gününü keçirirsən, günorta kimlərlə görüşürsən, özünə ayırdığın zamanın içində nələr var, axşamı necə keçirirsən, hansı duyğularla yatırsan və yenidən hansı duyğularla günə başlayırsan. İndi bu xəyalı düşündünüz və mən əminəm ki, bunu canlandırdıqca bədəninizdə pozitiv hisslər yaranmağa başladı. Çünki beynimizin, şuuraltımızın zaman anlayışı yoxdur. Bizi istənilən ana aparanda o zaman bədənimizdə o anda nə yaşayacaqsa, sanki indi yaşamağa başlayırıq. Sanki ona bənzər hormonlar ifraz olunur bədənimizdə və bizi xoşbəxt edir. Biz hal-hazırda cari vəziyyətdəyik, yəni A vəziyyətindəyik və biz arzulanan vəziyyətə getmək istəyirik, yəni B vəziyyətinə getmək istəyirik. Bu A ilə B-nin arasındakı boşluğu nələr doldurur? Gəlin buna baxaq. Mən hər zaman bütün videolarımda vərdişlərimizin həyatımızdakı önəmindən danışıram. Çünki özüm də nə zaman sağlam vərdişləri icra edirəmsə, özümü o qədər balanslı, o qədər xoşbəxt, hətta ətrafımda nə baş verməyindən asılı olmayaraq tam və bütün hiss edirəm. Amma hər şey yaxşı olsa belə, mən vərdişlərimi axsadıramsa, arzulanan rituallarımı etmirəmsə, rutinimi etmirəmsə, daxilən artıq xaotik hiss etməyə başlayıram və bu da məni arzulanan Səbinəyə gedən yoldan uzaqlaşdırır. Ona görə bu hissi çox yaxşı tanıyıram və istəyirəm ki, bu gün sizdə də bu hiss necə formalaşa bilər, tam bunu izah edim. Dedik ki, bir boşluq var A ilə B-nin arasında. Bəs bu vərdişlərin buradakı rolu nədir? Əslində bu boşluğu bir çox şeylə doldura bilərik, amma məhz vərdişləri deməyimin səbəbi əslində bir çox sualın cavabını ümumiləşdirir. Yəni, məsələn, səhər oyandığımız zaman hər şey seçimlə başlayır. Əlimizi o an telefona atdığımız anda o mikro vərdiş, mikro davranış bizim növbəti ruh halımıza, duyğusal vəziyyətimizə, hətta hərəkətlərimizə təsir edir. Yəni enerjimiz azalmağa başlayır. Həyatda sahib olduğumuz ən vacib hədiyyəmiz, fokusumuz itir və fokusumuz itdikcə heç biz arzulanan vəziyyəti belə xatırlamırıq. Yəni mən bu gün oyanmışam, etməli olduğum bəzi rutinlər var. Okay, işə gedə bilərəm, öhdəliklərim ola bilər, evdar xanım ola bilərəm, evdəki işlərimi görə bilərəm və yaxud da ümumiyyətlə gəzməyə gedə bilərəm. Amma həyatda hamımızın daxilində bir hiss var ki, mən içimdə nə isə var, onu yaratmaq istəyirəm və bəzən insan içində olmaq istədiyi halına çata bilməyəndə daxilində bir mübarizə yaranır. Əslində bu insanın özü ilə olan mübarizəsidir və bilirsən ki, sənin içində arzulanan bir hal var, bir potensial var. Ona necə gedib çatacağını bilmirsən və zamanın gedir, gəncliyin gedir, enerjin gedir. Daxili bir sıxıntı yaranır, natamamlıq hissi yaranır, özünü tapa bilməmə yaranır və bu zaman biz sanki dünyada itirik və heç bir şeydən həzz almamağa başlayırıq. Bunun əsas həll yolu beynimizi birinci sakitləşdirməkdir. Xəyal qurmaqdır, nə istədiyini arzulaya bilməkdir və o arzulanan yolu öz əllərində idarə etməkdir. Əlbəttə biz bütün həyatımızı idarə edə bilmərik, amma bizlə bağlı olan hissələri, davranışları və duyğuları idarə edə bilərik. B vəziyyətinə gedən yolda bizim gündəlik seçimlərimizin olduqca böyük rolu var. Məsələn, sağlam rutini seçə bilmək bir seçimdir. Bu bizi arzulanan vəziyyətə niyə görə gedib çıxarır? Ola bilər ki, siz rəssam olmaq istəyirsiniz və düşünürsünüz ki, sağlam rutinin burada nə rolu var? İdmanın burada nə rolu var? Maraqlısı budur ki, insan bədən, zehin, ruh sistemindən ibarət olduğu üçün insanın arzulanan vəziyyətə aparması üçün bədən olaraq da, zehin olaraq da və ruhsal olaraq da bir balansa gəlməsi lazımdır. Yəni
Yəni çox bacarıqlı bir insanın zehninin bulanıq olduğunu düşünün və yaxud da bədəninin zəif olduğunu düşünün. Özünü yorğun hiss etdiyini düşünün. O arzulanan vəziyyətə necə gedib çıxa bilər? Vərdişlərin içində ən vacib olan hissə sağlamlığa önəm verməkdir. İstər sağlam qidalanma, hərəkət və sağlam düşüncə. İkinci əsas məqam bizi xəyalımızdakı mənə çatdıran bizim seçimlərimiz və yox deyə bilməyimizdir. Bəzən istəmədiyimiz bir görüşə yox demək, bəzən bizə bir şey qatmayan ortamlara yox deyə bilmək, bəzən bizi geri çəkən, enerjimizi aşağı çəkən yerə getməyə yox demək və yaxud da bəzən o anlıq həzz alıb sonra peşman olacağımız vərdişlərimizə yox deyə bilmək bizi arzulanan insana dönüşdürməyə kömək edir. Ümumiyyətlə sağlam insan həyatda nə istədiyini və eyni zamanda nə istəmədiyini bilən insandır. Bunun üçün də insanın beyni aydın olmalıdır. Aydın olması üçün də gün ərzində günü doğru şəkildə başlayıb, zehnimizi doğru şəkildə idarə etməyi öyrənməliyik. Yəni öz maşınımızın sükanının arxasında özümüz oturmalıyıq ki, hara getmək istədiyimizə də məhz biz qərar verək. Əks halda siz hara gedəcəyini bilmədiyiniz bir taksiyə oturursunuz və hətta ona sifariş belə etmirsiniz ki, mən falan adresə getmək istəyirəm. O isə sizi şəhərin küçələri ilə gəzdirir, zamanınız gedir, enerjiniz gedir, maddi vəziyyətiniz azalır, lakin bir şey əldə etmirsiniz. Gün bitir və siz bu gün nə etdim, hara getdim, nə üçün getdim sualına cavab tapa bilmirsiniz. Həyat da bunu bizdən istəyir ki, məsuliyyətli olaq. Öz sükanımızın arxasına keçək, çünki sükanın arxasında olduğumuzda biz bir məsuliyyət götürmüş oluruq. Fokusumuz, diqqətimiz, idarə etmək üçün bacarıqlarımız məhz bizlə bağlı olur. Arzulanan vəziyyətə gedib çatmaq üçün də birincisi idarə bizdə olmalıdır. Və burada ən vacib sir elə vərdişlərini idarə etməkdir. Daha sonra insanlara və yaxud da arzulanmayan ortamlara yox deyə bilməkdir. Bəzən öz həzz duyğuna yox deyə bilməkdir. Üçüncüsü davamlılıq. Həyatda çox şeyə başlayırıq və bir çox zamanlarda bunu yarımçıq qoyuruq. İnsanın özünə söz verməsi, o sözünün üstündə dura bilməsi bəlkə də ən qiymətli bir xəzinəsidir. Çünki əminəm uşaqlıqda hamımızın çox böyük xəyalları var idi. Bəlkə bir qisminə çatmışıq, amma həqiqətən o mənə çata bilmək üçün özünə sadiq qalmağı bacarmalısan. Öz yolundan dönməməyə bacarmalısan. Müasir dünyada bizə təkliflər həddən artıq çoxdur. Ən azından sosial mediaya daxil olduğumuz zaman bizə yüzlərlə yeni kontentlər təklif gəlir. Bizə aid olan, olmayan hər birinə fokusumuzu verdiyimiz zaman məhz o taksidəki sərnişin kimi oluruq. Yəni hara gedəcəyimizi bilmirik. Hər şeyə hə deyirik, seçmirik, öncədən sifariş etmirik və zaman itiririk. Mən həyatda ən uğurlu insanların öz seçimlərini idarə edə bilən insanlar olduğunu düşünürəm. Bəlkə deyəcəksiniz, o zaman günü necə idarə edək? Ən böyük sir mənə görə doğru zamanda yatıb səhər tezdən durduğunuz zaman baş verir. İnsan səhər tezdən oyananda sanki həyatın bir anı var ki, o günün içində yoxdur. Və bunu sadəcə o an oyanan və vaxtını gözəl dəyərləndirən insanlar anlayar. Beynimizin içi boş olur və həyatınızı hər səhər yazma fürsətiniz olur. Və bunu rutin olaraq davam edərsinizsə, bir müddətdən sonra daha keyfiyyətli düşünməyə başladığınızı görəcəksiniz. Günün içində çətin gələn arzularımız, reallaşdırması beynimizdə uzun gələn arzularımız məhz səhərin həmin saatlarında çox asan gəlir. Və götürüb vərəqə o arzuya çatmaq üçün ilk addımlarınız nələrdir yazsanız və sadəcə bunu davam etdirsəniz, 2 ay sonra tamamilə başqa bir insana dönüşmüş olacaqsınız. Hər videomda deyirəm, vərdişlər sadəcə davranışlar deyil, həm də düşüncələrimizdir. Bəzən biz xəyal qurub ona çatmadıqca bu düşüncə də bir vərdişə formalaşır. Yəni məndə alınmayacaq düşüncəsi, onsuz da yarımcıq qoyacam düşüncəsi və bu da biz bunu düşündükcə, bura enerji verdikcə bu düşüncəni bərkidirik və yeni bir neyron şəbəkəsi yaranır beynimizdə. Bunu qırmağın yolu səhər tezdən oyanıb, gününüzü planlayıb, addımlarınızı seçməyiniz, gün ərzində sizə xeyir verməyən, faydalı olmayan, enerjinizi aşağı çəkəcək insanları və öz həzzinizi görüb buna yox deyə bilməyiniz və həyatdakı davamlılığınızdır. Bir müddətdən sonra o qədər fərqli bir insana dönüşməyə başlayacaqsınız ki, özünüzü daha yetişkin görəcəksiniz. Öz uşaq tərəfinizin daha əhilləşdiyini, daha idarə edilə bildiyini görəcəksiniz. Çünki uşaqlar sistemsiz və nizamsız yaşamağı sevirlər. Onlar həyatı sadəcə bu an yaşayırlar.
Amma yetişkin insan həyatını proqramlaya bilən, qura bilən və idarə etməyi bacaran şəxslərdir. Bəs o zaman siz nə zaman yetişkin şəxs olmağı seçəcəksiniz?